Əgər bir insanın nəzərində xoşbəxtlik dünya nemətlərinə görə sevinməkdirsə, yaxud hansısa uğura görə məmnunluq yaşamaqdırsa, əlbəttə ki, dünya və uğurlar nisbidir və bu cür xoşbəxtlik uzun ömürlü deyildir. Amma kimlər ki, həyatda mövcud olduqlarının mənasını, nə üçün mövcud olduqlarının mənasını tapıblar, mənən kamilləşmək istəyirlər və bütün bunların cavabını Allahda görürlər. Əlbəttə ki, onların xoşbəxtliyi də Allah qədər əzəlidir, əbədidir. Əgər bir insanın nəzərində xoşbəxtlik dünya nemətlərinə görə sevinməkdirsə, yaxud hansısa uğura görə məmnunluq yaşamaqdırsa, əlbəttə ki, dünya və uğurlar nisbidir və bu cür xoşbəxtlik uzun ömürlü deyildir. Amma kimlər ki, həyatda mövcud olduqlarının mənasını, nə üçün mövcud olduqlarının mənasını tapıblar, mənən kamilləşmək istəyirlər və bütün bunların cavabını Allahda görürlər. Əlbəttə ki, onların xoşbəxtliyi də Allah qədər əzəlidir, əbədidir.